Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq, 3-ədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Bu haqda Yeni Sabaha Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Yeni 2026-cı il yer üçün maqnit fırtınası ilə başlayır. Bu haqda Britaniya Geoloji Xidməti məlumat yayıb. Qeyd edilib ki, Günəşdə yaranan koronal dəlikdən çıxan yüksək sürətli plazma axınları və mümkün koronal kütlə atılmaları fonunda geomaqnit şəraitin güclənəcəyi gözlənilir. Məlumata görə 1 yanvar tarixində C1 səviyyəli maqnit fırtınası proqnozlaşdırılır və onun qısa müddət ərzində C2 səviyyəsinədək güclənməsi ehtimalı var. 2 yanvar ərzində isə maqnit fırtınasının zəifləyəcəyi, geomaqnit vəziyyətin əsasən sakit olacağı və ya C1 səviyyəsində qalacağı qeyd edilir.